Məhsul növ nədir? Məhsul növ, yenə də birinci şəkilçiyə baxın. Birinci, məhsul növdə şəkilçi ıl, il, ul, ün, ın, in, un, ündür. Yenə də deyirəm, ıl, ısı düşmür, ısı düşüb təkcə lı qalsa, o artıq ıl şəkilçisi deyil, o alləlin qısaldılmışıdır. Yəni, o növün şəkilçisi deyil. Il, il, ul, ün, ın, in, un, ün. Isı düşüb təkcə lı qala bilər. Bu nəyə bənzədir? Bu bənzədir qaydışa, şəkilçisinə görə. İkinci gedişim nədir? Ona görə deyirəm, birinci şəkilçiyə baxın ki, fərqin bilək. Birinci şəkilçiyə baxdıq. İkinci, məhsul növdə adından görsənir, məchul. İş görən məchuldur. Yəni, məlum deyil. İş görən məchuldur. İş görən məchuldur, bilinmir. Baxın, məsələn, deyirəm ki, qapı açıldı. Baxdıq, birinci nəyə baxıram? Şəkilçiyə. Açdan açılmaq yarandığı zamandır. Il, il şəkilçisi bir qaydışda var idi, bir də məhsulda var. Məlumda ola bilməzdi, çünki məlumda il şəkilçisi yox idi. Ya qaydışdır, ya məhsul. İndi ikinciyə baxacağım. Qapı açıldı. Qapı özü açılmayıb ki, qapı açıldı. Qapını kimsə açıb. Hə, demək, o kimsə tanımıram axı. Qapını illərdir bağlı qalsın, qapı açılmayacaq. Qapını kimsə açmalıdır. Demək, məhsul növdür. Başqası yazacaq. Məsələn, deyirəm ki, yun darandı. Baxaq, birinci nəyə baxıram? Şəkilçiyə mütləq. Sözün kökü daramaq. Daramaqdan daranmaq yarandığı zamandır. N şəkilçisi var. Baxıram, N şəkilçisi ın-ının qısaldılmışıdır. 2 saat yanaşı gəlib, ısı düşüb, N qalır. Bu, qaydışda da var, indi də məhsulda tanıdıq. Qaydışda iş özü görürdü, məhsulda kimsə eləyirdi, bilmirdi ki, o kimsə kimdir. Yun darandı. Yun heç vaxt darana bilməz. İllərlə qalsın, yun darana bilməz. Yun darandı, yunu kimsə darayıb. Demək, o kimsə bilinmir, axı kimsə kimdir. Demək, o məhsul növdür. Yəni, bu qədər asandır. Biz birinci amma gedişimiz şəkilçiyə baxmalıyam, ikinci hərəkətə baxmalıyam.